TV Müsavatın efirində aparıcı Sevinç Telmanqızının təqdimatındakı canlı debat verilişinin qonağı eks-spiker Amerikada yaşayan Rəsul Quliyev olub. Efirə canlı olaraq bağlanan eks-spiker bir sıra mühüm məsələlərə toxunub. Bu günlərdə iş adamı Şərurli İsfəndiyarın bütün məscidləri söktürüb yerinə məktəb tikdirərdim ifadəsinə münasibət bildirib. Rəsul Quliyev qeyd edir ki, bu olduqca axmaq fikirdir. O bildirir ki, məktəblərin, təhsil ocaqlarının sayının artırılması ilə bağlı yanaşma müzakirəsiz olaraq doğrudur. Lakin məscidlər məsələsinə gəlincə, Azərbaycanda sözün həqiqi mənasında ibadət eləyən insanlar olduqca çoxdur və buna hörmətlə yanaşmaq lazımdır. Rəsul Quliyev bildirir ki, Türkiyədəki kimi hər kənddə 10 məscid tikilməsinin tərəfdarı deyil. Lakin heç deyilsə məscidləri yaxşı vəziyyətdə saxlamaq lazımdır. Bunun üçün Şeyx Üslam Hacı Allah Şükür Paşazadəyə demək lazımdır ki, yığılan pulları məscidlərin abadlığına sərf eləsin. Hökumət bunun üçün pul ayırmamalıdır. Cəmaət ora pul verir. Sən o pulu götürüb yeməli deyilsən. Məscidlərin bərpasına sərf eləməlisən deyə Rəsul Quliyev efirdə açıqlamasında bildirib.